pulu məsələsinin münasibətiniz necə? Azərbaycanda fərdin üzərində dövlət qurula bilməz. Liberal təfəkkürdən imtina edib, toplumsal təfəkkür üzərində bir dövlət yapılanmasını biz həyata keçirməliyik. Ailə təməlli dövlət olmalıyıq. Güclü ailə, güclü dövlət deməkdir. Fərdlərin üzərində deyil, ailənin üzərində Azərbaycanda dövlət qurulmalıdır. Güclü ailə, güclü dövlət anlayışı. Güclü ailə necə gerçəkləşir? Azərbaycanda son illərdə əhalinin sayının azalma prosesi baş verir. Bilirsiniz hər halda. Səbəbləri nədir? Təbii ki, sosial durum, ölkədə olan siyasi, iqtisadi ziddiyyətlər, aşırı fərqlilik. Bir ölkədə əhalinin 20% işləyirsə, 80% işləmir. İşləyənin də 90%-i 400-500 manat arasında maaş alırsa, müəyyən bir elita günlük milyonları rüşvət şəklində əldə eləyir və eyni zamanda özünün qurduğu biznes üzərindən daha çox pullar qazanır və onunla yanaşı 20.000 manat maaş alırsa, bu ölkədə artıq ailə darmadağın olunması deməkdir. Biz bunun uğrunda mübarizə aparmalıyıq ki, bunun necə qarşısını almalıyıq? Bunları kimdən xilas eləməliyik? Bugün Azərbaycanda uşaq pulu problemini ortaya atanların gedin, baxın, ailələrinə milyardlarla, milyonlarla pul gələn yekəbaşlardır. Biz onlarla danışırıq. O yekəbaşlar çıxmalıdır ortaya ki, sən kimin əmrini yerinə yetirsən? Oradan Netanyahu çıxacaq, oradan Batı dünyası çıxacaq, oradan Azərbaycan düşmənləri çıxacaq. Moskvada oturan generallar, Tehranda oturan narkobaronlar çıxacaq. Qəndil çıxacaq, PKK çıxacaq oradan. Bunu bəyən bu millətin övladları görmür. Bunu bəyən bu dövlətin içərisində olan, uğrunda mübarizə aparan güclər görmür, təbii ki görürlər. Amma xalq nə etməli sualının qarşısında bugün acizdir. Yanlış tərəflərə çəkilir, ciddi sürətdə ziddiyyətlər yaradılır. Ona görə Azərbaycan xalqı ehtiyatlı və diqqətli olmalıdır. Hər görünən işıq, hər qulağa xoş gələn söz onunkudur anlayışı kimi qəbul etməsin. Aldadıcı olduğunun fərqində olmaq lazımdır. Və bu aldacılığın arxasında nə gizlənir, onu düşünməlidir. Təbii ki, bu xalqın işi deyil, dövlətin işidir. Dövlətin belə bir mexanizmi də biz bugün ortada görmürük. Təpədən vurulur dövlət. Mən sizə əmin eləyirəm ki, Azərbaycanda sosial gərginliyin yaradılmasının təşkilatçıların hamısı təpədə oturanlardır. Təpədə oturanlar təpənin birincisini vurmaq uğrunda mübarizə aparırlar. Kimlərin əlindən, hansı güclərin əlindən oynayırlar, onlar aşkarlanmalıdır. Çünki o güclər qədər təhlükəli, cinayətkar bir zümrə yoxdur. O zümrə Azərbaycan üçün böyük bir bəladır. Biz onlardan xilas olmalıyıq.